endirim olacaq. Endirim var dedilər. Paraya qıydık. Xeyirli uğurlu olsun. Görək nə almışıq. Əynimə gelin göstərim. Buna bayıldım. Çox qəşəngdir. Bu arada keyfiyyəti çox qəşəngdir, yumuşaqdır. Bütün geyimlərim Trendyol Miladandır, onu da demək istəyirəm. Və kəmərinin bu hissəsinə baxın, belə gizli bir hissəsi var. Görüntü qəşəngdir, amma kəmər dandikdir yəni. Amma şalvarın materialı çox qəşəngdir. Bu paxlava desenli geyimlər ümumiyyətlə bu ilin dəbil demək olar ki, və mən bu rəngi seçdim çünki bilirsiniz ki, qəhvəyi rənglər, bordo rənglər bu dəqiqə ən dəbdə olanlardır. Mən buna baxın, çox qəşəng. Materialı bu arada yundur, çox isti materialdır və belə qaşıntı falan verən bir tip deyil. Zaten Trendyol Miladan alanlar bilər. Gözəldir, heç bir defekti falan da yoxdur. Səliqəli də belə kombin etmək olar. Ən sevdiyim rəngdir. Ümumiyyətlə, mən yaşıl rəngi çox sevirəm. Bu fıstıq yaşılıdır. Oradan biraz açıq görünür, bu biraz tündür və çox qəşəngdir. Bu da bir jiletdir. Hətta bunu həm jilet kimi geymək olar, həm də bir bluz halını da geymək olar. Və bunun materialı çox qəşəngdir. İndi bunu da geyinib sizə göstərəcəm. Çox qəşəngdir qızlar. Qəşəngdir, yumuşacıqda, yəni içərisində özünüzü çox rahat hiss edə bilərsiniz. Bəzən bluz kimi, bəzən jilet kimi də geyinə bilərsiniz. Ancaq bu dekolte hissəsi, baxın, buradan bura qədər çox açıqdır. İçərdən bir şeylə tutuzdurmuşam. Amma ora ya nəsə tikdirməyi düşünürəm, ya düymə tikdirəcəm, ya da ki broş falan istifadə edirəm. Amma belə də rəng olaraq, rahatlıq olaraq, material olaraq çox qəşəngdir. Sil firmasından glikolik və salisiklik asid məhsullarımdır. Göstərərəm, hələ ki nəticə necə verəcək bilmirəm. Ancaq bir həftəyə sizə ətraflı məlumatı deyəcəm. İçərisində 2 ədəd hədiyyə var ki, daha doğrusu 3 ədəd imiş. Belə bir testerlər var. Ancaq bilmirəm nəyə aiddir. Yəni bir marka falan da yoxdur, başa düşmədim. Bir də Sil mənə belə bir hidrogel krem hədiyyəsi qoyubdu. Demək olar ki, mən Sil markasını çox bəyənirəm. Saç baxımı olsun, üz baxımı olsun falan. Ancaq Sildən aldığıma görə məncə bu hədiyyəni hak